Salamlayıram hər kəsi. Mən Şahid Quliyev. Ümumi sınaq imtahanı 7-də düşən məntiq suallarının izahını verəcəm. 46-cı sual. 4 mərtəbəli bir bloklu binada ilk 3 mərtəbədə 2, sonuncu mərtəbədə isə 1 mənzil var. Mənzildən aşağıdan yuxarıya doğru 1, 2, 3, 4, 5, 6 və 7 rəqəmi ilə nömrələnib. Binada polis, müəllim, həkim, mühəndis və dizayner ixtisasına sahib 7 nəfər yaşayır. Cədvəl quracağıq bu sualın həllində. Deməli, cədvəlin üstünə polis, müəllim, həkim, mühəndis, dizayner. Sol tərəfinə də aşağıdan yuxarı nömrələnmiş 1, 2, 3, 4, 5, 6, 7 yazırıq. Şərtdə deyir ki, aşağıdan yuxarı nömrələnib. Və deyir ki, ilk 3 mərtəbədə 2, sonuncu mərtəbədə isə 1 mənzil var. Yəni, burada 1 və 2 nömrəli mənzillər birinci mərtəbədə, 3 və 4 nömrəli mənzillər ikinci mərtəbədə, 5 və 6 nömrəli mənzillər üçüncü mərtəbədə, 7 nömrəli mənzil isə sonuncu dördüncü mərtəbədə yerləşir. Məlumdur ki, birinci və altıncı mənzildə eyni ixtisaslı şəxslər yaşayır. Birinci və altıncı eynidir. Yəni, burada polis, müəllim, həkim, mühəndis və dizayner 5 fərqli ixtisasdır, amma 7 dənə fərqli şəxsdən danışırıqsa, demək ki, hansısa peşələrdən 2 nəfər və yaxud 3 nəfər ola bilər. Həkim və mühəndis eyni mərtəbədə yaşayır. Həkim bərabərdir mühəndis. Bu birinci mərtəbə, ikinci mərtəbə və ya üçüncü mərtəbə ola bilər, amma dördüncü mərtəbə ola bilməz. Çünki dördüncü mərtəbədə yalnız bir dənə mənzil var, 7 nömrəli mənzil və biz bura 2 peşəni yerləşdirə bilməliyik. Ona görə həkim və mühəndisə minus qoyuruq. 5-ci mənzildə mühəndis, polis və müəllim yaşamır. 5-ci mənzildə mühəndis yaşamır, polis yaşamır və müəllim yaşamır. Bunların da minusunu qoyuruq. Sonra deyir ki, mənzil sahibindən ikisi polis, ikisi müəllimdir. 2 polis var, 2 müəllim var. Cəmi 7 nəfər olduğu üçün, deməli, yerdə qalan həkim, mühəndis və dizaynerdən yalnız 1 nəfər imiş. Əgər 6-cı mənzildə yaşayanın ixtisası polis olarsa, 6-cı mənzilə polisə plus qoyuruq. 6-cı mənzildə başqası yaşaya bilməz. Amma bizdə polis 2 dənədir. Biri altdadırsa, biri də digərində olmalıdır. Bu, biraz əvvəl dediyimiz şərtə görə 1-ci mənzillə 6-cı mənzildə yaşayanlar eyni peşədirsə, deməli, biri 6, biri 1 olan polis imiş. Birdə başqası yaşaya bilməz. Bizdə 2 polis var idi. İkisini də tapmışıq. 1 və 6-dır. Yerdə qalan nömrələrə minus qoyuruq. Həkimlə mühəndis eyni mərtəbədədirsə, biz bayaq demişdik ki, 4-cü mərtəbədə, yəni 7 nömrəli mənzildə ola bilməz. Artıq buradan çıxır ki, 3-cü mərtəbədə də ola bilməz. Çünki əgər 5-ci mənzilə həkim qoya bilsək, 6-cı mənzilə mühəndisi qoya bilməyəcəyik. Ona görə bu olmaz. Və qalır yerdə 5-ci mənzilə dizayner. Dizayner bir dənədir, deməli, başqa mərtəbələrdə ola bilməz. Həmçinin 1 ilə 2-də də həkim və mühəndis ola bilməz. Çünki həkimlə mühəndisdən birini 2 nömrəli mənzilə, 1-ci mərtəbəyə qoysaq da, digərini 1 nömrəli mənzilə qoya bilməyəcəyik. Onda 2 nömrəli mənzilə qalır müəllim ixtisası. 7 nömrəli mənzildə başqasıyla minuslamışıq deyə, bir dənə qalıb müəllim ixtisası, 2 müəllim ixtisası var və ikisini də tapmışıq, 2 və 7, digərlərini minuslayırıq. Və bizdən də soruşur ki, sonuncu mərtəbədə kim yaşayır? Sonuncu mərtəbə 7 nömrəli mənzildə müəllim yaşayır. Cavab olur B variantı. 47-ci sual. M, Ə, N, T, İ, Q bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. Sual işarəsinin əvəzinə düzgün cavabı seçin. Şifroqram sualıdır, vurma əməlidir. Biz burada hardan başlamalıyıq? Burada görürük ki, Ə-ni Ə-yə vurub, sonu 6 ilə qutaran cavab alınır. Bu ya 4 vur 4-dür, ya da 6 vur 6-dır. Əgər bu 6 vur 6 olsa, yəni Ə hərflərinin yerinə 6 olmuş olsa,
O zaman 2-ni 6-ya vuranda 12 olacaq. 2 yazırıq. Bir yadda. Daha sonra n'ların hamısı 2 olsa 6-nın üzərinə 6 gəlməliyik ki 12 eləsin. 2 yazar bir yadda qalsın. O zaman əyə də 6, t'ya da 6 işlətmiş olaraq. Amma şərtdə deyirdik ki bu hərflər bir-birindən fərqli olsunlar. Deməli 6 vur 6 yox, 4 vur 4 olmalıymış. Ə hərflərinin hamısına 4 yazırıq. 2 vur 4 8, n hərfləri 8 olur. 6-nın üzərinə nə gəlsək 8 eləyər, 2 gəlsək t hərfləri 2 olur. Nə isə 2-yə vurub 268 almışıq. 134-ü 2-yə vuranda 268 eləyir. Deməli, m'lar da 3 olur. 2 4-ün 8, 2 3-ün 6, 2 1-in 2. 3 4-ün 12, 2 yazdıq 1 yadda. 3 3-ün 9, 1 də yadda 10, 0 yazdıq 1 yadda. 3 1-in 3, 1 də yadda 4. 4 4-ün 16, 6 yazdıq 1 yadda. 4 3-ün 12, 1 də yadda 13. 3 yazdıq 1 yadda. 4 1-in 4, 1 də yadda 5. Toplayanda 8, 6 ilə 2-nin cəmi 8. 2 ilə 2 0 6-nın cəmi 8. 4 ilə 3-ün cəmi 7. Qıd oldu 5. M plus i bizdə olacaq. M-nin yerinə 3, üstə gələk i-nin yerinə 7. Böl. M plus t 8 üstə gəl 2. Bu eləyir 10 böl 10, yəni 1 düzgün cavab olur A variantı. 48-ci sual. Qanun uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Burada ardıcıllıqdır. Amma operator olan ardıcıllıqdır. Yəni qarşısında bir simvol var. Operatorun ardıcıllıqlarda biz yalnız eyni qaydanı tətbiq eləməliyik. Çünki bir operatorun yalnız bir dənə qaydası ola bilər. Burada bu dairə operatorunun qaydası odur ki, ədədin rəqəmlərinin kvadratlarını toplayır. 12-nin rəqəmləri 1 və 2-dir. 1-in kvadratı ilə 2-nin kvadratını toplayırıq. 1-in kvadratı 1, 2-nin kvadratı 4, toplayanda eləyir 5. Daha sonra 5 bir rəqəmlidir. Yalnız 5-in kvadratı olur 25. Sonra 25-in rəqəmləri 2 və 5-dir. 2-nin kvadratı üstə gəl 5-in kvadratı. 4-ün üstə 25 gəldik, olur 29. 29-un rəqəmləri 2 və 9-dur. 2-nin kvadratı üstə gəl 9-un kvadratı. 4-ün üzərinə 81 gəlirik, olur 85. 8-in kvadratı üstə gəl 5-in kvadratı. 64-ün üzərinə 25 gəlirik, olur 89. 8-in kvadratı üstə gəl 9-un kvadratı. 64-ün üzərinə 81 gəlirik, olur 145. Düzgün cavab C variantı. 49-cu sual. Kanallara 1, 2, 3, 4 və 5 rəqəmlərini ilə yerləşdirin ki, kiçikdir və böyükdür işarələrinin tələblərinə riayət etməklə həmin rəqəmlər hər bir sətirdə və hər bir sütunda bir dəfə istifadə olunsun. Yəni, bu fitoşik oyunudur. Biz burada əvvəlcə ən kiçik rəqəmləri tapmağa başlayacağıq. Bu oyunumuzda ən kiçik rəqəm 1 rəqəmidir. 1 rəqəmini elə bir yerə yazmalıyıq ki, bir rəqəmi oyunda bütün digər rəqəmlərdən kiçik olduğu üçün işarənin yalnız kiçik tərəfləri həmin xanaya tərəf baxmış olsun. Hər sətirdə də bir dənə 1 mütləq şəkildə olmalıdır. Birinci sətirdə 1-i yalnız bu hissəyə yazmaq olar. Çünki digər hissələrdə hamısında böyükdür işarələrinin olduğu bir ehtimal var. İkinci sətirdə bir rəqəmini yalnız bura yazmaq olar. Yenə digər yerlərdə böyükdür işarəsi olan ehtimallar var. Üçüncü sətirdə bir rəqəmini yazmaq üçün yalnız sonuncu xanadan istifadə edə bilərik. Dördüncü sətirdə bir rəqəmi yazmaq üçün yalnız birinci damadan istifadə edə bilərik. Beşinci sətirdə isə zaten bütün sütunlarda 1 yazdığımıza görə yalnız ortadakı sütun qalıb. Burada olur 1. Daha sonra oyunun ən böyük rəqəminə keçirik. Burada oyunumuzun ən böyük rəqəmi 5-dir. 5-ə də əksinə
1-in tam əksinə olaraq elə yerə yazmalıyıq ki, yalnız böyük düz tərəfləri 5-ə tərəf baxmış olsun. Birinci sətirdə 5-i yalnız ikinci damya yazmaq olar. İkinci sətirdə 5-i yalnız yazmaq olar sonuncu damya. Üçüncü sətirdə 5-i yazmaq olar ortadakı damya. Dördüncü sətirdə 5-i yazmaq olar yalnız dördüncü damya. Beşinci sətirdə də 5 yazmaq olar yalnız birinci damya. Bundan sonra yerdə qalan rəqəmləri 2, 3 və 4-ü doldurmağa çalışacağıq. Birinci sütuna baxsaq, burada 3 dənə dama qalıb. Birinci ikincidən, ikinci üçüncüdən böyük olmalıdır. Deməli, o zaman 4 böyükdür 3-dən, 3 də böyükdür 2-dən olmalıdır. Daha sonra ikinci sətrə baxsaq, 3, 1, 5-i işlətmişik, 2 və 4 qalıb. 4 böyükdür 2-dən olmalıdır. İkinci sütuna baxsaq, 5 və 1-i işlətmişik, 2, 3, 4 qalıb. Ortadakı dama həm yuxarıdakından, həm aşağıdakından kiçikdir. Deməli, ortaya biz 2 yazmalıyıq. O 2-nin bir tərəfi 3-dür, bir tərəfi 4-dür. Amma hələ ki, bilmirik hansı 3, hansı 4-dür. Daha sonra sonuncu sütuna baxaq. 1 və 5 işlənib, 2, 3, 4 rəqəmləri yoxdur. 4-ü ən yuxarıdakı xanaya yaza bilmərik, çünki həmin sətirdə 4 işlənib. Aşağıdakı 2 damadan da 4 yalnız 5-dən kiçikdir. Zaten 5-i biz tap yazmışıq. Deməli, yerdə qalanların içərisində ən böyük 4-dür. Ona görə işarənin böyükdür tərəfinə 4 yazırıq. Dördüncü sətirdə 1, 2, 4, 5 işlənib, yalnız 3 rəqəm qalıb. Bura 3 yazırıq. Üçüncü sütunda 1, 3, 4 və 5 işlənib, yalnız 2 qalıb. Birinci sətirdə 4, 5, 2, 1 işlənib, yalnız 3 qalıb. Sonuncu sütunda 3, 5, 1, 4 işlənib, yalnız 2 qalıb. Və qaldı bizdə 4 dənə boş dama. İşlətmədiyimiz rəqəmlər həmin hissəyə 3 və 4-dür. Burada 2 ehtimal var. Çarpaz olaraq ya bu xanalara 3, digər xanalara 4 yazacağıq, ya da tam əksinə çarpaz olaraq bu xanalara 4, digər ikisinə 3 yazacağıq. Bizdən isə şərtə baxırıq ki, ABCD-nin maksimum cəmini soruşur. Və burada biz C-ni tapmışıq 3 və bir də A-nı tapmışıq 4. B ilə D-ni tapmamışıq. B ilə D də çarpazdır. Biz onlara çarpaz olaraq maksimum 4 rəqəmini verəcəyik. Həm B 4 olacaq, həm də D 4 olacaq. Ona görə maksimum A, B, C, D cəm olacaq 15. Düzgün cavab D variantı. 50-ci sual. Qanun uyğunluğu müəyyən edin və sual şərəsinin əvəzinə uyğun olan variantı seçin. Bu sual tərs funksiya sualıdır. Burada necə edirik? Birinci tərəfi x-la, ikinci tərəfi y-ilə əvəz edirik. A-nın və B-nin yerinə də 5 və 7 qoyuruq. Olur x bərabərdir 2y çıx 7 çıx 5 plus 7, yəni 12. Daha sonra verilənlərin yerini dəyişirik. Yəni birinci tərəfə y, ikinci tərəfə x qoyuruq. A və B-nin də yerinə 5, 7 yox, bu dəfə əksinə 7 və 5 qoyuruq. O zaman olur y bərabərdir 2x çıx 7 çıx 7 plus 5 yenə də 12 edir. Və sistem tənliyi əldə edirik. Sadələşdirsək, x bərabərdir 2y çıx 19, y bərabərdir 2x çıx 19 alır. Y-in qiymətini yuxarıda əvəz eləsək, x bərabərdir 2 vurulsun, y-in yerinə 2x çıx 19 çıx 19. X bərabərdir 4x çıx 38 çıx 19. Mənfi 3x bərabərdir mənfi 57. X bərabərdir
19. Cevap olur ve B variantı. Və bir şey də deyim ki, tərs funksiya əldə edəndə y-in qiymətini götürmürük, yalnız x-in qiyməti düzgün cavabımız olur. 51-ci sual. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Biz yuxarıda bir şəkildən ox işarəsi ilə alınmış 3 şəkil görürük. Birinci şəkil bizə verilən şəklin güzgü əksidir, yana çevrilmiş formasıdır. İkinci şəkil bizə verilən şəklin 180 dərəcə fırlanmış formasıdır. Aşağıdakı üçüncü şəkil isə bizə verilən şəklin sağ əqrəbin əksinə 90 dərəcə fırlanmış formasıdır. Eyni qanuna uyğunluğu aşağıdakı romb fiqurunda yerinə yetirsək, əvvəlcə bu rombun simmetrik formasını seçməliyik. O zaman A, B variantı düz gəlir, amma C, D, Y variantları düz gəlmir. Bunları silirik. Daha sonra ikinci şəklimiz bunun 180 dərəcə fırlanmış versiyası olmalıdır. Yenə A və B variantları düz gəlir. Üçüncü aşağıdakı şəkil isə 90 dərəcə saat əqrəbinin əksinə fırlanmış forması olmalıdır. Və biz bu şəkildə 90 dərəcə saat əqrəbinin əksinə fırlatsaq, düzgün cavab olacaq B variantı. 52-ci sual. Hərf sırası pozulmuş 5 sözdən 4-ü müəyyən əlamətə görə oxşardır. Hərflərin sırasını düzəldərək fərqli sözü tap. A variantdakı söz zümrüd sözüdür. B variantdakı söz yaqut sözüdür. C variantı almaz. D variantı firuzə. Y variantı dəmir. Və bu verilənlərdən 4-ü daşdır, dəmir isə metaldır. Ona görə Y variantı digərlərindən fərqlənir. 53-cü sual. Kağızın simmetrik açılışını tapın bilir. Simmetrik açılışlarda bizə verilən hissə heç bir zaman dəyişmir. Bizə verilən hissə sol yuxarı küncdəki hissədir. A variantının sol yuxarı künc hissəsi bu şəkillə uyğun gəlir. B variantında da uyğun gəlir. C, D, Y variantlarında da uyğun gəlir. Daha sonra biz simmetrik olanlara baxırıq. A variantında simmetriyanı pozan bu işarələdiyim iki şəkildir. Onlar bir-birinin simmetriyası yox, eynisidir. Ona görə A variantı səhvdir. B variantında ümumilikdə bu şəklin özü aşağıda tam eynisi verilib, amma simmetriyası olmalıydı. B də səhvdir. C variantında bu şəkillər yanaşı olaraq eynisi verilib, amma simmetrik olmalıydı. D variantında yenə də bu şəkillər eynisi verilib, simmetriyası olmalıydı. Qalır yerdə düzgün cavab Y variantı. 54-cü sual. Meymun, ulaq, keçi və ayı kvartetdə ifadə etmək fikrinə düşdülər. Meymun ayının qabağında oturdu. Onun sağında və solunda isə ulaq və keçi əyləşdi. Mizrabları simlərə vurdular, amma pərdəni tuta bilmədilər ki, bilmədilər. Onda ulaq və keçi yerlərini dəyişdilər. Əyləşdilər, kvartet başladı, amma alınmadı ki, alınmadı. Onlar yenə də yerlərini dəyişdilər və dəyişə-dəyişə bütün mümkün variantları sınaqdan keçirdilər. Ayı həmişə eyni yerdə qalır. Deməli, ayı dəyişməyib. Dəyişən ulaq, meymun və keçi olub. Uğursuz musiqiçilərin cəmi neçə yerləşmə variantı var? 3 fərqli heyvanın dəyişmə variantlarının sayı 3 faktoriyalə bərabər olur. Yəni 3 vur 2 vur 1. O da bərabərdir 6. Düzgün cavab B variantı. 55-ci sual.
Qanunauyğunluğu müəyyən edib, sual şərhinin əvəzinə düzgün variantı seçin. Burada qanunauyğunluq nədir? Kvadratın içərisindəki 3 ədədinin cəmi bərabər olur ona bitişik olan üçbucaqların içərisindəki 2 ədədin hasilinə. 5 plus 4 plus 3 bərabər 12, 6 vur 2 bərabərdir 12. 8 plus 9 plus 23 bərabərdir 40, 5 vur 8 bərabərdir 40. 12 üstəgəl 7 üstəgəl 11 bərabərdir 30. 5-i 6-ya vuranda eləyir 30. Deməli, y 6 olur. 38 üstəgəl 25 üstəgəl 9 bərabərdir 72. 4 vur 18 bərabər olur 72-yə. Bizdən x plus y cəmi soruşur. 6 plus 18 bərabərdir 24. Düzgün cavab olur A variantı. 56-cı sual. Hər sırası pozulmuş 5 sözdən 4 arasında məntiqi əlaqə var. Fərqli sözü tapın. A variantındakı söz gilavar sözüdür. B variantı xəzri. C variantı musson. D variantı passat. E variantı leysan. Burada 4'ü külək növləridir, leysan fərqli variantdır. 57-ci sual. Aşağıdakı təqvimdə K, L, M və N ayın müəyyən günlərini göstərir. M plus L çıx K, çıx N ifadəsinin qiyməti nəyə bərabərdir? Burada biz L ilə N-i qruplaşdıraq. M ilə də K-nı qruplaşdıraq. Yəni, ifadəni belə yazaq. M çıx K üstəgəl L çıx M. M ilə K arasındakı fərq. Əgər M burada olsaydı, təqvimə görə baxırıq ki, M K-dan 3 həftə sonra olardı. Yəni, 21 gün sonra olardı. Amma M burada yox, bir dama soldadır. Yəni, 20 gün arada fərq var. Demək, M çıx K bərabərdir 20-yə. L çıx N isə L N-dən 2 gün əvvəldir. Deməli, L çıx N-dən mənfi 2-yə bərabərdir. O zaman 20 üstə gələk mənfi 2 bərabər olacaq 18. Düzgün cavab olur Y variantı. 58-ci sual. Şəkildəki kub göstərilən ox istiqamətində çevrilir. Bu halda kubun arxa üzündə neçə nöqtə olar? Şəkildə görürük ki, kubu bir dəfə önə, sonra sola, növbəti dəfə yenidən önə çevirmək lazımdır. Birinci dəfə önə doğru çevriləndə kubun vəziyyəti belə olacaq. Beş önə doğru çevrilənə görə kub 5 düşəcək aşağıya. 1 önə doğru gələcək. 2 isə elə sol tərəfdə qalacaq, amma istiqamətini biraz dəyişmiş olacaq. Bu formada göstərəcək. Daha sonra biz bu kubu sola doğru çevirəndə bu dəfə 2 aşağıya düşür. Deməli, dedik ki, 2 aşağıya düşəcək. 5 sağa düşmüş olacaq. Amma biz onu kubda görə bilməyəcəyik, ikində görə bilməyəcəyik. 1 isə yenidən öndə qalacaq. Daha sonra biz bu kubu yenidən önə doğru aşıracağıq. Yenidən önə doğru aşırdanda kubun vəziyyəti belə olacaq.
Bu dəfə bir aşağıya düşəcək. 5 yenə sağ tərəfdə qalacaq. 2 isə aşağıdaydı, önə doğru aşırıdanda qalacaq arxa tərəfdə. Bizdən də bunu soruşur. Deyir ki, şəkildə kub göstərilen ox istiqamətində çevrilir. Bu halda kubun arxa üzündə neçə nöqtə olar? 2 nöqtə olar. Düzgün cavab olur B variantı. 59-cu sual. Aşağıdakı diaqramda müxtəlif sərəzlərdən təşkil olunmuş 1 kiloqram qarışıqda püstə, fındıq, fıstıq, kişmiş və badamın miqdarının faiz nisbəti, cədvəldə isə sərəzlərin qiymətləri verilmişdir. Fındığın qiyməti 30% azaldılsa, fıstığın qiyməti 1 manat və püstənin qiyməti 20% artırılsa, qarışığın qiyməti necə dəyişər? Fındıq bizdə qarşılıqda 15%dir. 1 kiloqram 15% eləyir 0,15 kiloqram. Fındığın qiyməti 12 manatdır və 12 manatın 30%-i qədər azalır. 0,15 kütləsi vurulsun 12 manatın 30%-i qədər vur 12 bölü vur 30 böl 100 qədər azalır. Bərabərdir. 0 virgülü atır 1,5 olur. 1,5 12'ye vuranda 18, 18 3'e vuranda 54 böl 100. Yani 0,54 manat azalır. Fıstığın qiyməti 1 manat artır. Fıstıq bizdə 20%, yəni 0,2 kiloqramdır. 1 kiloqramı 1 manat artıbsa, 0,2 kiloqramı 0,2 vur 1, yəni elə 0,2 manat artıb. Püstənin qiyməti 20% artıb. Püstə bizdə 30%, yəni 0,3 kiloqramdır və püstənin qiyməti 8 manatdır. 0,3 kiloqramı vur 8 manatın 20%-i qədər, vur 20 böl 100-ü qədər artır. Bu 0 virgül aparır. 3 vur 8 vur 2. 48 böl 100 bərabərdir. 0,48 artır. Deməli, qarışıqda məhsullardan birinin qiyməti 0,154 manat azalıb, digər ikisinin qiyməti 0,2 və 0,158 artıb. Yekunda cavab olacaq 0,14 qəpik artar. Yəni, düzgün cavabımız olur C variantı. 60-cı sual. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. İlk iki şəkli üst-üstə qoyuruq və alınan fiqura bərabər olması üçün üçüncü şəklin üzərinə nəyi əlavə eləməliyik? Bunu tapmalıyıq. Həll üçün həm birinci, həm ikinci şəkildə olub, amma üçüncü şəkildə olmayan xəttləri üçüncünün üzərinə çəkirik. Nöqtədən aşağıya çarpaz xətt gedir. O xətt bizdə yoxdur. Nöqtədən aşağıya çarpaz xətt çəkirik. Sonra həmin xəttin ucundan sola doğru düz xətt gedir. Amma o xətt bizdə onsuz da var. Təkrar seçməyə ehtiyac yoxdur. Nöqtədən yuxarıya çarpaz xətt gedir. Bu bizdə var. Onun ucundan sağa doğru düz xətt gedir. Bu da bizdə var. Onun ucundan yuxarıya çarpaz yenə xətt gedir. O da bizdə var. Sonra bunun üzərisindən yuxarı sağa doğru çarpaz xətt gedir. Bu yoxdur. Bunu çəkirik. Bunun ucundan aşağıya doğru çarpaz xətt qayıdır. Bunu çəkirik. Bunun ucundan yuxarıya sola çarpaz xətt gedir. Burada yoxdur, çəkirik. Və buradan da aşağıya çarpaz xətt qayıdır. Bu da yoxdur. Bunu da əlavə edirik. Daha sonra ikinci şəklə baxdıq. Nöqtədən aşağıya sola doğru çarpaz xətt gedir. Bu bizdə var. Nöqtədən yuxarıya doğru çarpaz xətt gedir. Bu yoxdur, bunu çəkirik. Bu sola doğru gedir daha sonra davamı. Bu da yoxdur, bunu da çəkirik. Və bunun da davamı sağa yuxarıya doğru çarpaz gedir. Bu da bizdə yoxdur, bunu da çəkirik. Və sonradan bizim qırmızı xətlə çəkdiyimiz bizim düzgün cavabımızdır. Yəni, düzgün cavabımız olacaq C variantı. 61-ci sual. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantını seçin. Burada
Sağdakı üç rəqəmli ədədin rəqəmlərini bir-birinə vururuq. 8 vur 1 vur 6 48. Və bunu soldakı ədəddən çıxırıq. 50-dən 48 çıxanda 2 alır. 7 vur 2 vur 4 olur 56. 65-dən 56 çıxırıq 9 qalır. 4 vur 9 vur 1 36 eləyir. 42-dən 36 çıxırıq 6 qalır. 1 vur 2 vur 8 16 eləyir. 17-dən 16 çıxanda qalır 1 düzgün cavab olur E variantı. 62-ci sual. Samir, Natiq, Fuad, Elçin 4 dostdur. Onlardan ikisi həmişə yalan, ikisi həmişə doğru danışır. Samir, Fuad yalan danışır. Natiq, Samir yalan danışır. Fuad, Elçin yalan danışır. Elçin. Əgər Samir, Natiq, Fuaddan hər hansı ikisi yalan danışırsa, demək mən doğru danışıram. Buradan tuta bilərik ki, zaten istənilən biri deyə bilər ki, əgər o yerdə qalan 3 nəfərdən ikisi yalan danışırsa, deməli o yerdə qalanlardan biri və bu fikri deyən adam özü doğru danışır. Deməli bu Elçin düzgün danışırmış. Zaten o sözü kim desə düzgün demiş olar. Elçin düzgün danışandır. Elçin haqqında Fuad deyir ki, Elçin yalan danışır. Amma bildiyi axı Elçin düz danışır. Deməli Fuadın özü yalan danışırmış. Fuad haqqında Samir deyir ki, Fuad yalan danışır. Deməli Samir düz deyir. O zaman doğru danışanları bizdən soruşur. Doğru danışan olur Samir, Elçin, A variantı. 63-cü sual. Qatlanaraq kəskin edilmiş kağızın düzgün açılışını tapın. Bu kağızı açanda qatlamaların əksinə doğru, yəni sağdan sola doğru getməliyik. Birinci sağ yuxarı küncə üçbucaq açılış eləməliyik. Yəni bu hissəni. Daha sonra bunu sağa doğru açmalıyıq. Daha sonra da bunu yuxarıya doğru açmalıyıq. O zaman bizim şəkildə verilən hissələrimiz aşağı sol küncə düşür. A variantını şəkildə göstərdiyimiz kimi bir dəfə ortadan kəssək. Daha sonra yenə ortadan yuxarıdan aşağı istiqaməti kəssək və üçbucaq formada sonuncu kəsməni eləsək və bu göstərilən hissəyə, yəni aşağı sol küncdə qalan hissəyə baxaq. Görək bizdə verilən bu şəkillə tam olaraq uyğun gəlir, yoxsa yox. Biz görəcəyik ki, bunun bu hissəsi kvadratdır, amma bizdə bu hissə üçbucaq formasındadır. Deməli, A variantı səhvdir. B variantını yenidən bir dəfə ortadan kəsirik, daha sonra yuxarıdan aşağı ortadan kəsirik, sonra da üçbucaq formasında kəsirik. Və bizə verilən hissəni bu kəsdiyimiz hissə ilə müqayisə edirik. Yəni aşağı sol hissə ilə. Və baxırıq ki, bu kəsdiyimiz hissədəki bütün kəsiklər bu şəkildə verilən kəsiklərlə uyğun gəlir. Buna görə B variantı qalır. Keçirik C variantına. C variantında yenə bir dəfə ortadan kəsirik. Sonra üstdən aşağı ortadan kəsirik və üçbucaq formasında kəsik edirik. Və yenə aşağı sol küncə baxanda görürük ki, bütün işarələr bizə verilən işarədəki kəsiklərlə uyğun gəlir. Keçirik D variantına. D variantını yenidən ortadan kəsirik. Yuxarıdan aşağı ortadan kəsirik və çarpaz formada ortadan kəsirik. Müqayisə edirik və D variantının da aşağı sol küncü bizə şəkildə verilənlə uyğun gəlir. Keçirik Y variantına. Ortadan kəsirik. Yuxarıdan aşağı ortadan kəsirik və çarpaz formada ortadan kəsirik.
Və Y variantında da A variantında olduğu kimi bu hissəsində kvadrat verilib, amma bizdə həmin hissədə üçbucaq var. Y variantı səhvdir. Qaldı B, C, D variantı. İndi bu variantlardan simmetrik olanları düz götürəcəyik, olmayanları da səhv götürəcəyik. B variantında bu dairə açılanda bu hissəyə düşməli idi. Amma biz orada o dairəni görmürük. Ona görə B variantı səhvdir. D variantında da həmin dairə bütöv şəkildə düşməlidir. Amma bu xəttlə böldüyümüz hissəyə yalnız onun yarısı düşür. Ona görə D variantı da səhvdir. Düzgün cavab olur C variantı. Bax, həmin o dairə bütöv şəkildə burada belə düşməli idi. 64-cü sual. Üç zər eyni anda atılan zaman düşən xallar cəminin 18 olma ehtimalı tapın. Ümumiyyətlə, 3 zərin 18 olması üçün yeganə ehtimal var və bu onun ən maksimal ehtimalıdır. Hər üç zərin 6, 6, 6 olması. Deməli, cəmi bizim bir ehtimalımız var. Bəs ümumiyyətlə neçə 3 zərin neçə ehtimalı var? 3 zərin 6 vur 6 vur 6 mümkün variantı var. Çünki hər zərin 6 fərqli düşmə variantı var. O zaman cavab olacaq 216-da 1 B variantı. 65-ci sual. Verilən sözlər cütü arasında məntiqi əlaqəyə əsaslanaraq analoji uyğun olan cütü seçin. İxtiologiya balıqlar, fenologiya sual şərsi. İxtiologiya balıqları öyrənir, fenologiya pişikləri öyrənir. Düzgün cavab olur A variantı. 66-cı sual. Qanuna uyğunluğu müəyyən edin və sual şərəfinin əvəzinə uyğun olan variantı seçin. Biz burada şəkil arıcılığı görürük və burada Günəş və şimşək fiqurlarının say dəyişkənliyini və yer dəyişməsini görürük. Əvvəl Günəş fiquruna baxaq. Günəş fiquruna baxanda görürük ki, 2-2 azalır və yerini də yuxarı aşağı olaraq dəyişir. 5 Günəş, daha sonra olur 3 Günəş, sonra olur 1 Günəş, daha sonra yenidən olur 5 Günəş. Deməli, növbəti dəfədə olacaq yenidən 3 Günəş. O zaman B variantını silirik. Yerinə gələndə günəşlərin 5 günəş olanda yuxarıdaydı, sonra 3 günəş aşağıda, 1 günəş yuxarıda. Sonra yenidən 5 günəş aşağıda, bu dəfə 3 günəş yuxarıda olmalıdır. Ona görə D variantında silirik. Şimşək şəklinə baxanda şimşək şəkli bir-bir azalır və o da yerini aşağı-yuxarı olaraq dəyişir. 6 şimşək aşağıda, 5 şimşək yuxarıda, 4 şimşək aşağıda, 3 şimşək yuxarıda, indi olacaq 2 şimşək aşağıda. O zaman A variantını silirik. Qalır C və Y variantı. C və Y variantına baxanda görürük ki, C variantında şimşək şəkilləri ortadan keçən dalğavari xəttə yaxın, Y variantında isə uzaq yerləşir. Və şəkillərə baxsaq hər dəfə silinmələrin dalğavari xəttdən uzaq olduğunu, yerdə qalan fiqurların isə dalğavari xəttə yaxın olduğunu görürük. Deməli, düzgün cavab olacaq C variantı. 67-ci sual. Verilən sözlər arasında məntiqi əlaqəyə əsaslanaraq analoji uyğun olan variantı seçin. Sözlərin ardıcıllığı nəzərə alınmalıdır. Sinoptik hava, ornitoloq sual şərsi. Sinoptik hava şəraitini öyrənən insanlara deyilir. O zaman ornitoloq da quşları öyrənən insanlara deyilir. Düzgün cavab olacaq Y variantı. 68-ci sual. Qanuna uyğunluğu müəyyən edin və sual şərəsinin əvəzinə uyğun olan variantı seçin. Burada da kub arıcılığı görürük. Birinci şəkildəki kubun ikinci şəklə gəlməsi üçün saat əqrəbi istiqamətində 90 dərəcə fırlanması lazımdır. O zaman sağdakı dairə önə gəlir. Üstdəki üfüqi xətt çevriliyinə görə artıq şaquli olaraq görsənir. Ortadakı şaquli xətt keçir sol tərəfə görsənmir, əvəzinə arxadan X işarəsi gəlir. Daha sonra ikinci kubdan üçüncü kuba keçəndə yenə də saat əqrəbi istiqamətində 90 dərəcə fırlanır. Bu dəfə öndəki dairə keçib sol tərəfə artıq görsənmir. Sağdakı X önə gəlib, üstdəki şaquli xətt fırlandığına görə yenə də fiqur formada görsənir və arxadan yeni bir fiqur ortaya çıxır. O zaman sual almaq üçün də
biz bu kubu saat əqrəbi istiqamətində 90 dərəcə fırlatmalıyıq. 90 dərəcə fırladırıqsa, x keçəcək sol tərəfə və artıq görsənməyəcək. O zaman C variantı səhvdir. Sağdakı fiqurumuz keçəcək önə doğru və istiqamətində bir dəyişiklik olmayacaq. Çünki sadəcə yerində 90 dərəcə fırlanır. Ona görə A variantını silirik, yerdə qalır B, D, E variantı. Üstdəki üfüqi xətt 90 dərəcə fırlandığına görə yenidən şaquli görsənəcək. O zaman Y variantını da silirik, qalır B variantı və D variantı. Bəs yaxşı, arxadan hansı fiquru görsənəcək ona baxmalıyıq. Birinci şəklimizdəki dairə, ikinci şəkildə ortaya gəldi, üçüncü şəkildə sola keçdi, dördüncü şəkildə arxada qalacaq. Yəni biz dairəni görə bilmərik. O zaman D variantını da silirik. Qalır yerdə B variantı. Çünki öndə olan bu şaquli xətt ikinci şəkildə sol tərəfdədir, üçüncü şəkildə arxadadır, dördüncü şəkildə sağda göstərəcək. Düzgün cavab B variantı. 69-cu sual. Qanun uyğunluğu müəyyən edin və sual içərisinin əvəzinə uyğun olan variantı seçin. Burada rəqəmləri toplayırıq. Üzərinə 1 gəlirik, kvadrata yüksəldirik və tərsini yazırıq. 6 ilə 2-ni toplasaq 8. Üzərinə 1 gəlib kvadrata yüksəlsək 9-un kvadratı 81. 81-in tərsi 18. 1-in üzərinə 5 gəlsək 6. 6-nın üzərinə 1 gəlsək 7. 7-nin kvadratı 49. Tərsi 94. 2-nin üzərinə 2 gəlsək 4. Üzərinə 1 gəlsək 5. Kvadratı 25. Tərsi 52. 4-ün üzərinə 1 gəlsək 5. Üzərinə 1 gəlsək 6. Kvadratı 36. Tərsi 63. A variantı olacaq. 70-72-ci sualları aşağıdakı mətnə əsasən cavablandırın. Tapdıq müəllimin tələbələri Əli, Əziz, Müşfiq, Dəyanət və Həsən adlı 5 musiqiçi 5 mərtəbəli bir binada yaşayırlar. Bu musiqiçilərin hər biri fərqli musiqi alətlərində nağara, tütək, gitara, skripka və pianoda ifa edirlər. Biz cədvəldə adamların adlarını yuxarıda, musiqi alətlərini solda qeyd eləmişik, mərtəbələrini də üzərində əlavə qeyd kimi göstərəcəyik. Musiqiçilərin yaşadığı mərtəbələr və ifa etdikləri musiqi alətləri ilə bağlı aşağıdakılar məlumdur. Hər bir mərtəbədə sadəcə bir musiqiçi yaşayır. Hər musiqiçi öz alətindən əlavə olaraq bir mərtəbə yuxarıda və bir mərtəbə aşağıda ifa olunan alətlərin də səsini eşidir. Skripkada ifa edən şəxs birinci mərtəbədə yaşayır. Əgər skripka birinci mərtəbədədirsə, deməli o yalnız iki şəxsin, yəni özünü və özündən yuxarıdakı şəxsin musiqi alətinin səsini eşidir. Tütəkdə ifa edən şəxs nağara və pianonun da səsini eşidir. Deməli, tütəkdə ifa edən şəxs orta mərtəbələrdən birində yaşayır. Nağara və pianon səsini eşidirsə, ya nağara yuxarıda, piano aşağı mərtəbədə, ya da ki, yenə tütək ortada, piano yuxarıda, nağara aşağı mərtəbədə olur. Bu birinci mərtəbə ola bilməz, çünki birinci mərtəbə skripkanında yerdə qalır. 5, 4, 3 ya da 4, 3 və ikinci mərtəbələr ola bilər. Deməli, nağara ya 5, ya 4, ya 2, ya 3-dür. Piano da ya 5, ya 4, ya 2, ya 3-dür. Amma tütək yalnız ya 3, ya da 4-cü mərtəbə ola bilər. Həsənin ifa etdiyi alətin səsini Əli və Dəyanət eşidir. Deməli, Həsən ortadakı mərtəbədə, Əli yuxarıda, Dəyanət aşağıda ola bilər. Mərtəbə olaraq 5, 4, 3, 4, 3, 2 ya da 3, 2, 1 ola bilər. Ya da ki, başqa ehtimalla Həsən ortada, Dəyanət yuxarı, Əli aşağı mərtəbədə ola bilər. Yenə də 5, 4, 3, 4, 3, 2 və ya 3, 2, 1 ola bilər. Əli gitara və öz alətindən başqa, həm də Əzizin ifa etdiyi alətin də səsini eşidir. Deməli, Əli ortadadır,
Onun bir tərəfində gitara, digər tərəfində də əzin ifa etdiyi alətin səsini eşidir. Onda belə çıxır ki, hər iki ehtimalımızda Həsən gitaraymış, 51 onun səsini eşidir, ya ondan yuxarı mərtəbədə Əziz var, ya da ki, 51 onun səsini eşidir, ondan aşağı mərtəbədə Əziz var. O zaman birinci ehtimalımızda 5 dördüsü ola bilməz. Çünki 5-dən yuxarı Əzizə mərtəbə qalmır. 4 3 2 olsa əziz olur 5-də. 3 2 1 olsa əziz olur 4-də. İkinci ehtimalda 5 4 3 olsa əziz olur 2-də. 4 3 2 olsa əziz olur 1-də. 3 2 1 olsa əzizə mərtəbə qalmır. Deməli bu ehtimal mümkün deyil. Deməli əziz ya 5, ya 4, ya 2, ya da 1 olur. 3-dən başqa hər biri ola bilər. 1, 2, 4 və 5 ola bilər. Əli 4 və 3, bu biri tərəfdə də 3 və 2 ola bilər. Yəni 2, 3 və 4 ola bilər. 2, 3, 4 ola bilər. Deməli, o zaman əli skripkada ola bilməz. Yerdə qalan hər hansı bir alətdə ola bilər. Həsən gitaradaydı. Bunu əvvəlcə qeyd edək cədvəldə. Pürüzü qoyaq, minuslarını da düzək. Mərtəbəsi 3, 2, 4 və 3 ola bilər. Deməli, 2, 3 və 4 ola bilər. Gitara deməli, ya 2, ya 3, ya da 4 ola bilər. Dəyanət ya 2, ya 1, ya 4, ya da 5 olacaq. Deməli, dəyanət ola bilər. 1, 2, 4 və 5. Bu ardıcılıqda görürük ki, Əziz, Əli, Dəyanət və Həsən 2, 3, 4, 5 sırayla düzüləcəklər. Bu sıralama pozulmadığına görə yerdə qalan müşvirə o orta dördündən əlavə olaraq ya ən aşağı mərtəbəni, ya da dördündən əlavə olaraq ən yuxarı mərtəbəni, yəni 1-i ya da 5-i verə bilərik. O zaman müşfiq tütək ola bilməz. Çünki tütək ya 3 ya da 4 idi. Amma yerdə qalan musiqi alətləri ola bilər. Digər bir məsələyə baxaq. Nağara, tütək, piano məsələsi demişdik ki, 3, 4, 5 işlətməliyik, ya da 2, 3, 4 işlətməliyik. Skripka zaten bir idi. Onda yerdə qalan gitarya qalır. Əgər 3, 4, 5 işlətsək, 2 qalır. 2 3 4 işlətsək 5 qalır. Demək, gitara ya 2 ya 5 olar. Biz daha əvvəldən gitaranın yanında 2 3 4 ola bilməsi ehtimalı yazmışdıq. İndi 2 və 5 deyirsə, deməli 3 və 4 olma ehtimalı yoxdur. Yerdə qalır ikinci mərtəbə. Gitara ikinci mərtəbədəymiş. Yəni Həsən ikinci mərtəbədə yaşayırmış. Digərlərindən 2 olma ehtimallarını silirik. Əgər gitara 2-dədirsə, deməli bu ehtimal gedir. Piano ilə nağaraya 3 və 5 qalır. Piano ya 3, ya 5, nağara ya 3, ya 5. Tütəyə də yalnız 4 olma ehtimalı qalır. Onda nağaranın yanına ya 3, ya 5 yazmışıqsa, yerdə qalan 4 şəxsin hər biri ola bilər. Amma tütəyin yanına yalnız 4 yazmışıqsa, bu müşfiq ola bilməz. O zaman Həsənə 2 tapmışıqsa, deməli ehtimallardan 5, 4, 3, 2. Yəni Həsənin 3 olduğu ehtimal ola bilməz. 5, 4, 3, 2 Həsənin 4 olduğu ehtimal ola bilməz. 4, 3, 2, 1 Həsənin 3 olduğu ehtimal ola bilməz. Qalır bir dənə ehtimal. Həsən ikinci mərtəbə, Dəyanət birinci mərtəbə, yəni skripka. Müşfiqə qalır 5-ci mərtəbə. Əzzə qalır 4-cü mərtəbə, yəni tütək. Əliyə qalır 3-cü mərtəbə. Suallarımızı cavablandıraq. 70-ci sual. Aşağıdakılardan hansı mütləq səhvdir? Dəyanət birinci mərtəbədə yaşayır.
Dəyanət, bəli, birinci mərtəbədə yaşayır, tapmışıq biz onu. Əziz ikinci mərtəbədə yaşayır, Əziz dördüncü mərtəbədə yaşayır. Bu mütləq səhvdir. Əli piano ifa edir. Əli piano ya da nağara ifa edə bilər. Dəqiq bilmirik. Həsən gitara ifa edir. Həsən gitara ifa edir. Mütləq doğrudur. Müşfiq beşinci mərtəbədə yaşayır. Bu da mütləq doğrudur. Səhv variantımız olur B variantı. 71. Aşağıdakılardan hansı mütləq doğrudur? Əli müşfiqdən yuxarı mərtəbələrdən birində yaşayır. Əli 3-də yaşayır, müşfiq 5-də yaşayır. Yəni ondan aşağı mərtəbələrdə yaşayır. Bu səhvdir. B variantı. Əziz Həsəndən yuxarı mərtəbələrdən birində yaşayır. Əziz yaşayır 4-də, Həsən yaşayır 2-də. Deməli bu mütləq doğrudur. C variantına baxsaq, Dəyanət Əlidən yuxarı mərtəbələrdən birində yaşayır. Dəyanət yaşayır 1-də, Əli yaşayır 3-də, yəni ondan aşağı mərtəbələrdən birində yaşayır. D variantı. Gitar ifa edən musiqiçi, piano ifa edən musiqiçidən yuxarı mərtəbələrdən birində yaşayır. Gitara 2, piano ya 3 ya 5. 3 də götürsək, 5 də götürsək, gitar ondan aşağı mərtəbəyə düşəcək. Bu da mütləq səhvdir. E variantı. Piano ifa edən musiqiçi, nağara ifa edən musiqiçidən yuxarı mərtəbələrdən birində yaşayır. Piano nağara ya 3 ya 5-dir. Yəni ikisi də bir-birindən yuxarıda ola bilər. Bunu da mütləq bilmirik. 72-ci sual. Müşfiqin nağarada ifa etdiyi məlumdursa, müşfiq nağarada ifa edirsə, o zaman bura pirüz qoymalıyıq. Yəni nağara olur 5-ci mərtəbədə. Yerdə qalır piano, əli və 3-cü mərtəbə. Musiqiçilər öz musiqi alətlərindən başqa eşitdikləri musiqi alətləri haqqında aşağıdakılardan hansı mütləq doğrudur? Skripkada ifa edən musiqiçi nağara səsi də eşidir. Skripka 1-də, nağara 5-dədirsə, onun səsini eşidə bilməz. Dəyanət tütək səsi də eşidir. Dəyanət 1-dədir, tütək 4-dədir. Deməli, onun səsini eşidə bilməz. Əli nağara səsi də eşidir. Əli 3-də, nağara 5-dədir, onun səsini eşidə bilməz. Əziz skripka səsi də eşidir. Əziz 4-də, skripka 1-də səsini eşidə bilməz. Gitara ifa edən musiqiçi piano səsi də eşidir. Gitara 2, piano 3-dür və onda onun səsini eşidə bilər. Düzgün cavab olur Y variantı. 73-cü sual. Saatın əqrəbləri vaxtın 11:50 olduğunu göstərir. Əqrəblərin əmələ gətirdiyi iti bucaq neçə dərəcədir? Bunun hazır düsturu var. Alfa bərabərdir. Mod işarəsində 11D, yəni dəqiqələrin sayını 11-ə vururuq. Çıx 60S, yəni saatın sayını 60-a vururuq. Modulu bağlayırıq, bölünsün 2. Yəni burada olacaq modul işarəsi daxilində 11 vur 50, çıx 60 vur 11, böl 2. Bərabərdir. 11-i 50-yə vuranda 550, çıx 60-ı 11-ə vuranda 660, böl 2. 550-dən 660 çıxanda mənfi 110 eləyir, amma modul işarəsi olduğuna görə 110 böl 2 bərabərdir 55 dərəcə. Düzgün cavab B variantı. 74-cü sual. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Ardıcıllıqda 2 sual işarəsi qoyuruq. Adətən ardıcıllıqda əgər 2 dənə sual işarəsi varsa, onun həlli də 2 yerə intervallarla ayırmaqla olur. Deməli, necə ayırırıq? 42, 39, 35, 30, 24 və sual işarəsi. Bunu bir həll edirik. Yerdə qalan hissəni 24, 27, 30, 33, 36 sual işarəsi. Bunu da ayrı həll edirik. Birinci ayırdığımız hissəyə baxsaq, 42-dən 39-a 3 vahid azalıb. 39-dan 35-ə 4 vahid azalıb. 35-dən 30-a 5 vahid azalıb. 30-dan 24-ə 6 vahid azalıb. O zaman
3, 4, 5, 6. Bu zaman 7 vahid azalacaq. 24-dən 7 çıxanda qalır 17. Digər hissəyə baxsaq. 24-dən 27-yə 3 vahid artıb, 27-dən 30-a 3 vahid artıb, 30-dan 33-ə 3 vahid artıb, 33-dən 36-ya 3 vahid artıb. Hamısı 3-3 artıb, demək 36-nın da üzərinə 3 gəlirik, 39. Cavab olur 17, 39 C variantı. 75-ci sual. Şəkildə 8 halqa bağlar vasitəsilə bir-biri ilə əlaqələndirilmişdir. Birinci fiqur deformasiyaya uğrayaraq ikinci şəklə düşmüşdür. Halqalar bir-birinə nəzərən yerini dəyişmiş, bağlar qırılmamışdır. Aşağıdakılardan hansının yerini dəqiqliklə müəyyənləşdirmək mümkündür? Əvvəlcə biz hər bir hərfdən neçə bağlantı, yəni neçə xətt çıxdığını üzərinə qeyd edək. A hərfindən 3 bağlantı çıxıb, Y hərfindən 4, D hərfi 4, C hərfi 5, B hərfi 4, H hərfi 4, F hərfi 5, G hərfi 3. Və sağdakı şəklin halqalarından da neçə bağlantı çıxdığını qeyd edək. 4, 4, 4, 3, 5, 4, 3 və 5. Burada üzərinə 3 yazdığımız 2 dənə halqa var. Onlardan biri C hərfidir, biri isə A hərfidir. A hərfi birləşdiklərindən üzərinə 2 dənə 4, bir dənə 5 yazmışıq. C hərfinin birləşdiklərindən üzərinə 2 dənə 4, bir dənə 5 yazmışıq. Amma ortada bir dənə B hərfi var ki, üzərinə 4 yazsaq da, nə C-yə, nə də A-ya birləşmir. Həmin hissəni tapaq. Demək, 3 yazdıqlarımızdan birləşənlər biri bunlar. Digəri isə bunlardır. Birləşməyən isə yerdə qalan budur. Deməli, bu hissə B hərfiymiş. B-nin birləşdikləri 2 4-ə və 2 5-ə birləşib, amma yerdə qalan bir dənəsinə birləşməyib. Baxırıq, B birləşdikləri C, F, Y və H-dır. C və F-in üzərinə 5, Y və H-ın üzərinə 4 yazmışıq. Yerdə qalan D hərfinin üzərinə 4 yazmışıq və B hərfi ona birləşməyib. Deməli, dairədə bu hissəyə D hərfi yazmalıyıq. B hərfini və D hərfini tapdıq. Variantlara baxsaq, variantların içərisində D hərfinin olduğunu görürük. O zaman deməli düzgün cavab olur A variantı. D hərfinin yerini dəqiqliklə müəyyənləşdirmək mümkün olur. 76-cı sual. Hərf sırası pozulmuş 5 sözdən 4-ü müəyyən əlamətə görə oxşardır. Hərflərin sırasını düzəldərək fərqli sözü tapın. A variantı işgüzarlıq, B variantı balıqçılıq, C variantı quşçuluq, D variantı əkinçilik, Y variantı heyvandarlıq. Burada 4-ü konkret peşənin nə işlə məşğul olduğunu bildirir. A variantı işgüzarlıq isə daha ümumi bir anlayışdır. Fərqli olan olur A variantı. 77-ci sual. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə düzgün variantı seçin. Bir şey bildirməliyəm ki, bu sınaqda səhv gedib, ona görə ulduz veriləcək və hamınıza bir bal burada hesablanacaq. Səhv nədən ibarətdir? Birinci sətirdə qara kvadratın yerinə ağ üçbucaq olmalı idi. İndi bunun həllinə baxaq. Ağ üçbucaqla başlayır və dördüncüsü də ağ üçbucaqdır, yəni eynidir. Qarşısındakı şifrələrə baxsaq, 6 ilə başlayan və dördüncüsü də 6 olan üçüncü 64763 olur. O zaman ağ üçbucaqlar olur 6, qara dairələr olur 4,
A kvadratlar olur 7 və qara ürəklər olur 3. Və bura qədər artıq bizə düzgün cavab tapmağa kifayət edir. Bizdən bu sonuncunu soruşur və bunun ikinci rəqəmi 3, sonu 47-dir. İkinci rəqəmi 3, sonu 47 olan bir dənə Y variantıdır. Düzgün cavab olur Y variantı. 78-ci sual. Qanunauyğunluğu müəyyən edin və sual şərhinin əvəzinə uyğun olan variantı seçin. Biz buradakı tərəziləri çarpaz formada toplayırıq. Çarpaz formada toplayanda burada 4K, burada 1K, yəni 5K. Burada 2 il, burada 1 il. Olur 3 il. Burada 1 il, burada 4 il. Olur 5 il. Bərabərdir. Burada 2K, burada 2K. Olur 4K. Burada 4 il, burada 2 il. Olur 6 il. Burada 2 il, burada 3 il. Olur 5 il. Daha sonra ixtisarlar aparırıq. K-nın 4 dənəsi ixtisar gedir. Elin 3 dənəsi ixtisar gedir. M-in hamısı ixtisar gedir. Yəni 5 ilə ixtisar gedir. Yerdə qalır sol tərəfdə 1K bərabərdir sağ tərəfdə 3L. Deməli, bizdən də soruşur 3L nəyə bərabərdir? Bərabərdir 1K-ya. Düzgün cavab olur D variantı. 79-cu sual. Qanuna uyğunluğu müəyyən edin və sual şərhinin əvəzinə uyğun olan variantı seçin. Cədvəl sualdır. Cədvəlin sol yuxarı küncündə operator var. Deməli, biz bunu həll etmək üçün yuxarı sətri və sol sütunu ayırmalıyıq və həmin ədədlərdən istifadə edərək kəsmə nöqtəsindəki ədədləri almalıyıq. Burada qanuna uyğunluq yuxarıdakı ədədlərin kvadratlarından soldakı ədədləri çıxmaqdır. 9-un kvadratı 81-dən 4 çıxırıq 77, 81-dən 5 çıxırıq 76. 6-nın kvadratı 36-dan 4 çıxırıq 32, 36-dan 2 çıxırıq 34. 5-in kvadratı 25-dən 2 çıxırıq 23, 5-in kvadratı 25-dən 5 çıxırıq 20. Deməli, K bərabərdir 9-un kvadratı 81-dən 2 çıxanda 79. M bərabərdir 6-nın kvadratından 5 çıxanda 36-dan 5 çıxanda 31. L bərabərdir 5-in kvadratından 4 çıxanda 25-dən 4 çıxanda 21-ə. Bizdən K elemin cəmi soruşur. 79, 21, 31 cəm bərabərdir. 131 düzgün cavab olur. Y variantı. 80-ci sual. Verilən sözlər cütü arasında məntiqi əlaqəyə analoji olaraq uyğun olan variantı seçin. Sözlərin ardıcıllığı nəzərə alınmalıdır. Kub 12. Kubda 12 olan onun tillərinin sayıdır. Variantların hamısında paralelipiped verilib. Paralelipipedin də elə 12 tili var. Düzgün cavab olacaq Y variantı. 81-ci sual. Qanuna uyğunluğu müəyyən edin və sual şərhinin əvəzinə uyğun olan variantı seçin. Şəkil cədvəli suallarına aiddir. Qanuna uyğunluğu tapmalıyıq. Birinci sətirdə sual işarəsi var. Ona görə biz ikinci sətirlə baxırıq. Deməli, nə baş verir? Əvvəlcə şəklin özü saat əqrəbinin əksinə 90 dərəcə fırlanıb. Amma fırlanandan sonra əlavə olaraq həm ulduz, həm kvadrat bir addımda saat əqrəbinin əksinə hərəkət ediblər bu şəkildə. Sonra yenə bu şəkil 90 dərəcə fırlanıb, amma fırlanmadan əlavə ulduz və kvadrat özü də əlavə saat əqrəbinin əksinə bir addım hərəkət etmiş olublar.
Üçüncü sətirdə də yenə eyni qanuna uyğunluqla fiqur fırlanır və ulduz kvadrat da bir addım yerini dəyişmiş olur. Və sonra yenidən fiqur 90 dərəcə fırlanır, ulduz və kvadrat yerini bir addım dəyişmiş olur. Həm birinci sətirdə də eyni qanuna uyğunluq var. Fiqur 90 dərəcə sağa dəqiq əksinə fırlanır, ulduz və kvadrat yerlərini dəyişir. O zaman burada da fiqur 90 dərəcə sağa dəqiq əksinə fırlanacaq. O zaman bizim fiqurumuz bu şəkildə olacaq. Bu fırlamadan sonra ulduz işarəsi bizdə düşməli idi bura. Amma onu əlavə olaraq da saat əqrəbinin əksinə bir addım hərəkət etdirdiyimizə görə həmin dama yox, həmin damanın sağındakı damaya, yəni bura düşəcək. Kvadrat şəkli bizdə əslində düşməli idi 90 dərəcə fırlananda bu hissəyə. Amma əlavə olaraq bir addım hərəkət etdiyi üçün saat əqrəbinin əksinə həmin damaya yox, həmin damanın sol tərəfinə, yəni bu hissəyə düşəcək. Və bizim düzgün cavabımız olacaq o zaman B variantı. 82-ci sual. Birinci şəkildən müəyyən hissələr kəsilib, ikinci şəkil alınmışdır. Kəsilmiş hissələri tapın. Biz birinci şəkili görürük ki, dördbucaqlı formasındadır, amma ikinci şəkil çoxbucaqlı formasındadır. Onda biz əvvəlcə onu dördbucaqlı formasına tamamlayırıq. Deməli, kəsilən hissə bu içəri çəkilmiş hissə olmalıdır. Həmin hissədə diqqətlə baxsaq, 4 və 5-ə uyğun gəlir. Yəni, o kəsik bu şəkildə olub. Bu hissə 5, bu hissə 4-dür. Amma kəsəndən sonra şəklin özünü də fırladıblar. Düzgün cavab olur. 4, 5, Y variantı. 83-cü sual. Qrafikdə 42 tələbənin imtahan nəticələri göstərilib. İmtahandan keçmək üçün ən azı 50 bal tələb olunursa, imtahandan keçənlərin orta balını tapın. Deməli, ən az 50 bal toplamaq lazımdırsa, biz bu qrafikdə 50-dən yuxarı olan bu hissəyə baxmalıyıq. Bu qrafikdə görürük ki, 50 bal toplayan 4 nəfər var. O zaman yazırıq 50 vur 4. Üstəgəl 60 bal toplayan 6 nəfər var. 60 vur 6. Üstəgəl 70 bal toplayan 10 nəfər var. 70 vur 10. Bölünsün. Ədədi orada tapdığımıza görə bu topladığımız şəxslərin sayı, yəni 4, 6 və 10-un cəmi 20 bərabərdir. 50-ni 4-ə vuranda 200, üstəgəl 60-ı 6-ya vuranda 360, üstəgəl 70-i 10-a vuranda 700 böl 20 bərabərdir 1260 böl 20 düzgün cavab olur 63 C variantı. 84-cü sual. Qanuna uyğunluğu müəyyən edin və sual işarəsinin yerinə uyğun olan ədədi tapın. Cədvəl sualdır. Cədvəlin sol yuxarı küncündə toplama işarəsi var və baxırıq ki, A üstəgəl B bərabərdir 2C üstəgəl 8. B üstəgəl C bərabərdir A plus 10. A üstəgəl C bərabərdir 3B plus 2. Bu təmin üçünü bir yerdə tərəf-tərəfə toplasaq, olacaq 2A üstəgəl 2B üstəgəl 2C bərabərdir 2C üstəgəl A üstəgəl 3B üstəgəl 20. Buradan 2C ilə islah olur.
A-nı sol tərəfə keçirsək, 2A-dan A çıxılır. A bərabərdir. B-ni sağ tərəfə keçirsək, 3B-dən 2B çıxılır. B üstə gəl 20-yə. Bu qiyməti ən birinci ifadə yerinə qoysaq, olacaq B üstə gəl 20 üstə gəl B bərabərdir 2C üstə gəl 8. Və buradan da alırıq ki, 2B üstə gəl 12 bərabərdir 2C-yə, yəni B üstə gəl 6 bərabərdir C-yə. Yəni C bərabərdir B üstə gəl 6-ya. Bunların hər ikisini ikinci sənədə yerinə qoysaq, yazsaq B üstə gəl, C-nin yerinə B üstə gəl 6 bərabərdir. A-nın yerinə B üstə gələ 20 üstə gəl 10. B-nin bir islah olacaq, yerdə qalacaq B bərabərdir. 30-dan 6-sını çıxanda 24. A da bərabər idi B plus 20, yəni 24 üstə gəl 20 bərabərdir 44. Düzgün cavab Y variantı. 85-ci sual. Yeni biçilmiş otun nəmliyi 85%, quru otun nəmliyi isə 10% olarsa, 15 ton yeni biçilmiş otdan nə qədər quru ot alınır? Deməli, 15 tonun 85%-i sudur, yerdə qalan 15%-i isə əsl kütlədir. 15 vur 15 bölünsün 100 bərabərdir. 225 böl 100. Yəni 2 tam %25 ton. Sonra deyir ki, quru otun nəmliyi 10%-dir. Yəni onun 90%-i əsl kütlədir. Yəni bu 2 tam %25 90%-dir. Onda quru otun kütləsi deyəndə biz onun 100%-ni, yəni içərisində 10%-də su ilə bir yerdə olan kütləsi tapacağıq. Bu da x olacaq. X bərabərdir 2 tam %25 vur 100 böl 90. Yəni 225 bölünsün 90. O da bərabərdir 2 tam onda 5. Düzgün cavab olur B variantı. 86-87-ci sualları aşağıdakı mətnə əsasən cavablandırıb. Yaponiya, Polşa, Yunanistan, Macaristan, Almaniya, Hollandiya və Kanada ölkələrini təmsil edən 1986, 1989, 1991, 1996, 1998, 2000-ci il təvəllüd edilib. 65, 70, 75, 80, 85 və 90 kiloqram çəkiyə malik K, L, M, N, R, S, T və idmansları haqqında aşağıdakılar məlumdur. Fikir versək görəcək ki, idmançıların sayı 8 dənədir, amma ölkə sayı 7 dənədir. Demək ki, hansısa 2 idmançı eyni ölkədən olmalıdır. Təvəllüdün sayı 6 dənədir. Yəni, ya 3-ü eyni təvəllüddür, ya da ki, 2 dənə ayrı-ayrı cütlük var ki, təvəllüdləri eynidir. Kütlələrin sayı 6 dənədir. Yəni, burada da ya 3-ü eyni kütlədədir, ya da ki, 2 dənə ayrı-ayrı cütlük var ki, kütlələri eynidir. Ən gənc idmançı Macarıstanı təmsil edən N və ondan 9 yaş böyük olan Almaniya təmsilçisi R
75 kiloqram çəkiyə malikdir. Şərti işarələrdən istifadə edəcəyik burada. Müxtəlif şərt işarələrimiz olacaq. Dairədən istifadə etsək, ən gənc idmançı, yəni təvəllüdü 2000 olan idmançı Macarıstanı təmsil edir. N adı N'dir. Və ondan 9 yaş böyük olan, deməli 2000-ci ildən 9 yaş böyüksə 91-ci il təvəllüd olacaq. Bunu da kvadratdan istifadə edək. 1991-ci il təvəllüdlü. Almaniya təmsilçisidir. Adı Erdir. Və bunların hər ikisi 75 kiloqram çəkiyə malik. Demək, 75-in üzərinə həm dairə, həm kvadrat çəkirik. İkisinin çəkisi eynidir. Hollandiya təmsilçisi S və T-nin doğulduqları illər fərqli olsa da, onları göstərən ədədlər eyni rəqəmlərdən təşkil olunur. Deməli, Hollandiya təmsilçisi S və T. Bunun birini üçbucaqla götürək, birini də rombla işarə edək. Hər ikisi Hollandiya təmsilçisidir. Deməli, həm üçbucaq, həm də romb. Bunlara deyir, doğulduqları illər fərqli olsa da, onları göstərən ədədlər eyni rəqəmlərdən təşkil olunur. Burada eyni rəqəmlərdən təşkil olunmuş 1989 və 1998 var. Deməli, 1989 və 1938 biri üçbucaq, biri romb olmalıdır, amma dəqiq bilmirik hansı üçbucaq, hansı romb olmalıdır. Ona görə bunların aşağısına ayrı qeyd edək. Bu ikisi 89 və 98-ci illər olacaq. Yunanistan təmsilçisi M 1989-cu ildə anadan olub və 70 kiloqram çəkiyə malikdir. Deməli, M-i də işarə eləyək trapesiya ilə. Deyir, Yunanistan təmsilçisidir. Min 1989-cu ildə anadan olub. Və 70 kiloqram çəkiyə malikdir. Yaponiya təmsilçisi K 1991-ci ildə anadan olub. Bunun altından xaç çəkək. K Yaponiya təmsilçisidir. 1991-ci ildə anadan olub. 65 rəqəm çəkisi olan idmançılar K və L-dir. Deməli, K-nın altından xətt çəkmişdik. Onda 65 kiloqramın altından da xətt çəkirik. L-i isə işarə eləyək tərsinə üçbucaqla. Və bu da 65 kiloqrama uyğun gəlir. Ən ağır çəkili idmançısı Kanada təmsilçisi V-dir. V-ni də tərsinə trapesiya ilə işarə eləyək. Və deyir ki, ən ağır çəkilidir, yəni 90 kiloqramdır. Və Kanadalı təmsil edir. Burada baxırıq ki, ölkələrdən yalnız bir cüt eyni olmalıdır, o Hollandiyadır. Deməli, yerdə qalan hər biri tək-tək olmalıdır. O zaman Polşaya avtomatik olaraq işarə etmədiyimiz simvol qalır. Yəni, tərsinə üçbucaq qalır. Yəni, el imiş Polşada olan. İlləri göstərən ədədlərdən 2 dənə cütlü eyni ola bilərdi, ya da ki, 3 eyni ola bilərdi. 2 dənə cütlü eynidir. Biri 91-ci ildir, həm kvadrat, həm altından xətt çəkmişik. Biri də 89-cu ildir. Həm trapesiyadır, həm də burada işarələmişdik ki, 89-cu il ya üçbucaqdır, ya da rombdur. Demək, yerdə qalanları tək olacaq. Yəni, 98-ci ildə ya üçbucaq, ya romb birinə düşəcək. Yerdə qalan 1986 və 1996-cı ilə isə işlətmədiyimiz fiqurlar qalacaq.
Yəni, biri olacaq baş aşağı trapesiya, biri olacaq baş aşağı üçbucaq. Yəni, ellə V ya 86, ya da 96, ya 86, ya da 96 olacaq. Kütlələrdən demişdik ki, ya 2 cütlük, ya da 3 eyni olmalıdır. Burada 2 cütlük eynidir. Biri 65 kiloqramdır, baş aşağı üçbucaq və altından xətt, bir də 75 kiloqramdır, kvadrat və dairə. Yerdə qalan 80 ilə 85-ə isə qalır 3 bucaq və bir də romb. Deməli, 80-85-dən biri 3 bucaq, biri rombdur, amma dəqiq deyə bilmirik hansına 3 bucaq, hansına rombdur. Suallarımın cavabına baxaq. 86. Aşağıdakılardan hansı mütləq doğrudur? V eldən 10 yaş böyükdür. V bizdə baş aşağı trapesiya idi və onun təvəllüdünü dəqiq bilmirik. Ya 86 ya 96-dır. Eli də dəqiq bilmirik. Ya 86 ya da 96-dır. Ona görə hansının 11-dən 10 yaş böyük olduğunu dəqiq deyə bilmirik. B variantı. S-in çəkisi T-dən çoxdur. S-in çəkisi üçbucaqdır. Ya 80, ya 85-dir. T-ni romdan işarə eləmişik. O da ya 80, ya 85-dir. Yəni, hansının hansından böyük olduğunu deyə bilmərik. C variantı. 1986-cı il təvəllüdlü idmançı N-dən ağır çəkilidir. 1986-cı il təvəllüdlü ya L-dir, ya da V-dir. Yəni, ya tərsinə üçbucaq 65 kiloqram, ya da tərsinə trapesiya 90 kiloqramdır. N-in izgəlinisi N dairədir, 75-dir. Əgər 65 olsa 75-dən yüngül olacaq, 90 olsa 75-dən ağır olacaq. Ona görə bu da mütləq doğru deyil. D variantı. R yaşsa M-dən kiçikdir. R kvadratdır. 1991-ci il təvəllüdlüdür. M trapesiyadır. 89-cu il təvəllüdlüdür və bu ondan həqiqətən də kiçikdir. Düzgün cavab olacaq D variantı. Y variantına baxaq. Y variantında isə deyir ki, L T-dən ağır çəkilidir. L bizdə baş aşağı üçbucaqdır. 65 kiloqramdır. O hamıdan yüngüldür. Onsuz da heç kəsdən ağır ola bilməz. T də romdur, ya 80 ya 85-dir. Hər ikisində L T-dən yüngül olacaq. 87-ci sual. Aşağıdakılardan hansıları müəyyən etmək mümkündür? Polşa təmsilçisinin çəkisini. Polşa təmsilçisi baş aşağı üçbucaqdır və 65 kiloqramdır. Bunu müəyyən edə bilirik. S-in çəkisini. S üçbucaqdır. Üçbucaq ya 80 ya 85-ni, yəni dəqiq deyə bilmirik. Üçüncü, elin yaşını. El bizdə başlağı üçbucaqdır. Onun təvəllüdü dəqiq olaraq bilinmir. Ya 86 ya 96 olacaq. Ona görə yalnız bir Y variantı olur düzgün cavabımız. 88-ci sual. Qanun uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Burada qanuna uyğunluq odur ki, hər bir ədəd hansı fiqurlara birləşibsə, həmin fiqurların tərəflərinin toplanıb, həmin içərisinə yazıldığı fiqurun tərəfinə vurulmasından alınır. Yəni, bu sıfır nəyə birləşib? 6 bucaqlıya, 5 bucaqlıya və 4 bucaqlıya. 6, 5 və 4-ü toplayırıq. Vururuq özü çevrədir, yəni 0 bucaqlıdır 0-a və cavabında 0 alır. 84 nəyə birləşib? 0 bucaqlıya, 6 bucaqlıya, 5 bucaqlıya və 10 bucaqlıya. Bu ədədləri toplayırıq, vururuq, özü 4 bucaqlıdır 4-ə. Toplayan dedik 21, 4-ə vururuq 84. 54 nəyə birləşib? 0 bucaqlı, 4 bucaqlı və 5 bucaqlıya. Toplayırıq, vururuq, özü 6 bucaqlıdır 6-ya. 4, 5, 0 toplayanda 9, 6-ya vururuq 54. 100 hansı fiqurlara birləşib? 6 bucaqlı, 0 bucaqlı, 4 bucaqlı, 10 bucaqlı. Bunları toplayırıq, vururuq özünün tərəflərinin sayına, yəni 5-ə.
Bunları toplayanda eləyir. 20, 5-ə vuranda 100. Sual nəyə birləşib? 4 bucaqlıya və 5 bucaqlıya toplayırıq. Vururuq, özü də 10 bucaqlıdır ona. 9-u ona vuranda 90, düzgün cavab B variantı. 89. Verilmiş hansı iki sözün hərflərinin hər birindən yalnız bir dəfə istifadə etməklə yeni söz yaratmaq olar? Yaradılan sözdəki hərflərin sayı istifadə edilən sözlərdəki hərflərin sayına bərabərdir. Burada düzgün cavab olacaq A variantı 1 və 3. Çünki 1 və 3-ün sözlərini birləşdirikdə kampaniya sözü düzəltmək olur. Digər heç bir ehtimalda söz düzəltmək mümkün olmur. 90-cı sual. A, B, K, E bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. Qanunauyğunluğu müəyyən edib, sual işarəsinin əvəzinə düzgün cavabı yazın. Toplama əməlində B, A və 5-i toplayıb 7 alıblar. Bu zaman ya B ilə A-nın cəmi 2 olmalıdır ki, 2-nin üzərinə 5 gəlib 7 alsınlar. Amma 2 olması üçün biz ona ya 1 ilə 1 verməliyik, şərtdə deyir ki, eyni rəqəmə verə bilmərik. Ya da 0 ilə 2 verməliyik, şərtdə deyir ki, 0-dan fərqli olsun. Deməli, B ilə A-nın cəmi 2 yox, 12 imiş. 12-nin üstünə 5 gəlib, almışıq 17, 7 yazmışıq, 1 yadda qalıb. Sonra yenə A, 6, B-ni toplamışıq. A ilə B-nin cəminin 12 olduğunu bildik. Üzərinə də 6 gəldi, 18. Bir də yadda qalmışdı, 19. 9 yazdıq, 1 yadda. Yenə 4, B, A toplanır. A ilə B-nin cəmi 12. Üzərinə 4 gəldi, 16. Bir də yadda qalmışdı, 17. 7 yazdıq, 1 yadda və həmin yadda qala 1 də yazılıb bura. O zaman A ilə B-nin cəmi 12-dirsə, 9 3 ola bilməz, çünki artıq 9 işlətdik. 7 5 də ola bilməz, çünki artıq 7-ni işlətdik. Yerdə qalır 8 və 4. 8 vur 4 də bərabərdir, 32 D variantı. 91-ci sual. 5 rəqəmli ədədin ilk rəqəmi 5 ilə başlayır. Yəni bu 5, A, B, C, D ədədidir. Bu rəqəmi əvvəldən götürüb sona yazdıqda, o zaman olur A, B, C, D və 5. Alınan ədəd əvvəlki ədəddən 10.692 vahid kiçik ədəd alınır. Yəni, bundan bunu çıxdıqda 10.692 qalır. Nədən 5 çıxsaq 2 qalar? 7-dən 5 çıxsaq 2 qalar. Deməli, D 7-dir. Nədən 7 çıxsaq 9 qalar, 16-dan 7 çıxsaq 9 qalar. Deməli, onda C 6-dır və B-dən 1 onluq bura gəlib. 16-dan 7 çıxıb 9 qalıb. Nədən 6 çıxsaq 6 qalar, 12-dən 6 çıxsaq 6 qalır. Onda B 3-dür. Çünki 1 onluq gedib, burada 2 qalır. 2-dən 6 çıxmaq olmur. A-dan 1 onluq gəlir. 12, 12-dən 6 çıxır, 6 qalır. Nədən 3 çıxsaq 0 qalar, 3-dən 3 çıxsaq 0 qalar, amma A 4-dür. Çünki 1 onluq getmişdir. Burada 3 qalır, 3-dən 3 çıxılır, 0 qalır və sonda da 5-dən 4 çıxılır, 1 qalır. İlk verilmiş ədədin rəqəmləri cəmini tapın. İlk vericimiz ədəd, təzədən yazaq, 54.367 olacaq. Və bunun rəqəmlərinin cəmi olacaq. Bu rəqəmləri toplayanda 5, 4, 3, 6, 7 toplayanda 25. 91-in cavabı 25. 92-ci sual. Verilənlərə əsasən fikirlərdən neçəsinin mütləq doğru olduğunu tapın. Biz burada şərti işarələr istifadə edəcəyik. Kişi cinsini kvadratla, qadın cinsi olduqda dairələrdən istifadə edəcəyik. Deyir ki, Emil Raulun atası Ceyhunənin əmisidir. Deməli, Emil kişi cinsidir, kvadratla göstəririk. Bu Raulun atasıdır, yəni onun oğlu var Raul adında. Kişi cinsidir, kvadratdan istifadə edirik. Ceyhunənin əmisidir. Deməli, Emilin bir qardaşı var.
və onun Ceyhunə adında bir qızı var. Raul Şakirin dayısı Cəmilin əmisidir. Deməli, Raul Şakirin dayısıdırsa, Raulun bir bacısı var və həmin bacısının da Şakir adında bir oğlu var. Raul Cəmilin əmisidir. Deməli, bunların bir dənə də qardaşı var. Yəni, bunlar Emilin uşaqlarıdır. Və həmin qardaşın da Cəmil adında bir oğlu var. Nemət Ceyhunənin atası, bayaq Emilin qardaşının adını bilmirdik, artıq bilirik ki, o Nemət imiş. Ceyhunənin atası Şəhriyarın dayısıdır. Deməli, bunların bir dənə də əlavə bacısı var və o bacının Şəhriyar adında bir oğlu var. Gülnar Gülmirənin bibisi Şəhriyarın xalasıdır. Deməli, bunların bir dənə də bacıları var və bunun adı Gülnardır və deyir ki, Gülnar Şəhriyarın xalasıdır. Gülmira'nın bibisidir. Deməli, Gülmira bunun qardaşı qızıdır. Amma indi həmin o hansı qardaşının qızıdır, bunu dəqiq bilmirik. Bunu başqa rənglə göstərəcəm. Bu, Elmiranın da qızı ola bilər. Bu, Nemətin də qızı ola bilər. Və ya ola bilər ki, bunların əlavə bir dənə də qardaşları var. Və həmin qardaşın da qızı ola bilər. Yəni, 3 ehtimal var. Və bizdən soruşur ki, neçəsi mütləq doğrudur aşağıdakı fikirlərdən. Baxaq. Gülnar Raulun xalasıdır. Gülnar Raulun atası Emilin bacısıdır. Yəni, onun bibisidir, xalası deyil. Bu səhv. Raul Şəhriyarın dayısı oğludur. Bəli, bu doğrudur. Raulun atası Emil Şəhriyarın dayısıdır. 2 doğrudur. Nemət Raulun dayısıdır. Nemət Raulun atası Emilin qardaşıdır. Yəni onun əmsidir, dayısı deyil, bu səhv. Gülnar Emilin bacısıdır. Bəli, Emil, Nemət, Gülnar bunlar bacı qardaş idilər, bacısıdır. 4 doğrudur. Emil Gülmira'nın əmsidir. Burada Emil Gülmira'nın öz atası da ola bilər və yaxud əmsi də ola bilər. Yəni mütləq doğru deyil. Neçəsi mütləq doğrudur? İkisi mütləq doğrudur. 93-cü sual. Bütün hərflər bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. Qanunauyğunluğu müəyyən edin və K plus M plus N plus L cəmini tapın. Bölmə əməlidir və baxırıq ki, 7 N-i ayırıb, N ilə bölüb, 2 alıblar, sonra 2-ni N ilə vurub, 5N, yəni 50 neçə alıblar. Əgər 50 neçə alıblarsa, 2-yə vurublarsa, deməli 25, 29 arası bir şeydir. Yəni N burada 2-dir. Bütün N'lərə 2 yazırıq.
O zaman burada 52 olduğunu görürük. Nəyi 2-yə vuranda 52 eləyir? 26-nı 2-yə vuranda 52 eləyir. Elde olur 6. Sonra m-i 26-ya vurup 234 almışıq. Nəyi 26-ya vursaq 234 eləyər. Bunu tapırıq. Bu da olacaq 9 dəfə. 9 6 54. 5 yadda. 9 2 18. 5 də yadda. Olur 23. Deməli, bəs yaxşı. K-nı tapaq indi. 6-dan 4 çıxmış 2 qalıb. Nədən 3 çıxsaq heç nə qalmaz. Elə 3-ün özündən K da 3-dür. Deməli, K 3 oldu. M 9 oldu. N 2 oldu. L 6 oldu. Bunların da cəm edir 20. 94-cü sual. Kiçik kvadratların tərəfi 1 sm-dir. Rənglənmiş hissənin sahəsini tapın. Əvvəlcə biz bunu düzbucaqlılara və üçbucaqlara ayırmalıyıq. Biz bunu bu şəkildə ayırırıq. Aşağı hissədə bir üçbucaq alınır. Sonra bu hissəni ayırırıq belə. Bunu ayırırıq. Buradan ayırırıq. Bunu ayırırıq. Sonra buradan və buradan ayırırıq. Ondan sonra hər bir hissəni ayrı-ayrıda tapırıq. Bu üçbucağın hündürlüyü və tərəfi 1 və 2-dir. 2 birim 2 yarısı 1 olur. Sahə düsturuna görə. Həmin formada bu üçbucaq da 1-dir. Bu üçbucaq da 1-dir və burada 1-dir. Aşağıdakı üçbucağın tərəfi 8, hündürlüyü 5-dir. 8 5-in 40, yarısı 20 edir. Buranın sahəsi olur 20. Düzbucaqların sahəsi. Bu 2-nin 2-yə kvadratdır. Sahəsi 4. Burada 4 olacaq. Bu 3-ün birə düzbucağıdır. 3. Burada 3 olacaq. Bu da 2-nin birə düzbucağıdır. 2 olacaq. İndi bunların hamısını toplayaq. Görək neçə eləyir. Deməli, bu hissə eləyir 9. Bu hissə də eləyir 9, 18. Bura 2-dir, 20. 20 də aşağıdır. Cavab olur 40. 95-ci sual. Üçbucaq bərabərdir 4 olarsa, verilmiş fiqurların 1-3, yəni cədvəldə göstərilən plus, ulduz və smaylıqdır. Hansı kütləyə A-Y, yəni orada göstərilmiş 16, 18, 12, 13 və 14 uyğun olduğunu tapır. Ağız bıçaqların hamısına 4 yazsaq, burada baxırıq ki, 4 və ulduzun çəkisi ulduz və 2 dairənin çəkisinə bərabər. Yəni dairənin biri 2 kiloqram imiş. Qara dairələr olur 2. Bu hissəyə baxsaq görürük ki, 3 dənə üçbucaq, yəni 12 üstəgəl qoşa dairə. Bu tərəfdə 2 üstəgəl qoşa dairə üstəgəl kvadrata bərabərdir. Buradan qoşa dairələri təsəvvürümüzə ixtisar eləsək, kvadrat üstəgələ 2 12-yə bərabərdir. Yəni kvadrat da 10-a bərabər olmuş olacaq. Sonra baxırıq ki, bir dairə 3 dənə üçbucaq, yəni dairə üstəgəli 12 bərabərdir 3 dənə dairəyə. Yenə dairənin birini təsəvvürümüzə ixtisar etsək, 12 bərabərdir 2 dairəyə, dairə bərabərdir 6 tapmış olarıq. Bütün qoşa dairələrə 6 yazırıq. Onda bir qolun ağırlığı 18 olur. Deməli, eyni səviyyədə olan bütün qolların ağırlığı 18 olacaq. Amma yuxarı səviyyə özündən aşağı səviyyədən 2 dəfə yüksək olur. Yəni, buranın ağırlığı 36 olacaq. Deməli, onda
Burada ulduzlar bərabərdir. 18-dən 4 çıxırıq 14. 2 yerə böləndə 7, 7 olur. 5 şuşəli ulduz bərabər. 18-dən 4-ün çıxanda 14 olur. Plus bərabərdir. 18-dən 6 çıxanda 12 olur. Romb tək başına 36-ya bərabərdir. Ürəyi tapmaq üçün 36-dan 12 çıxır 24. 3 yerə bölürük 8 olur. Smalikdə 36-nı 2 yerə bölürük 18 olur. Onda plusun qiyməti olur 12, C variantı. 5 şuşəli ulduzun qiyməti olur 14, Y variantı. Smilikin qiyməti olur 18, B variantı. 1C, 2Y, 3 Bakı. Hər birinizə mayın 11-i on imtahanında uğurlar arzulayıram. İnşallah ürəyiniz istəyən nəticəni toplamış olarsınız. Sağ olun.